Mən də məsələn onda çox arıq idim, ona görə çox qəşəngdir. Onlar bizə niyə görə götürürlər o qızları? Həm bədəninə görə, həm paltar yaxşı otursun, həm tanınırlar, başa düşdün? Onlar heç hə, amma bu Uza baxmırlar. Paltar qəşəng otursun, söz. bu dükkana mənə əcəmim mola şey eləmişdilər də. Orada kişi məndən belə qəribə danışıb, dedim, yox mən gəlmirəm, sağ ol, istəmirəm. 2000 manat da maaş verirdi. Aya. Falan saatda gələsən, falan saatda gedəcəksən. Bizim istəklərimiz belə danışırdı. Mən dedim ki, məndən heç kəs belə danışa bilməz. Jargonla. Mən ucu day başıma buyruq qızam. Mən ya salonda indi belə işləsəm, özüm arendaya götürüb işləyə bilərəm. Mən kimsənin altında artıq işləyə bilmərəm. Təbii olmalıdır. Təbii qız azdır. Məncə də təbii olmalıdır. Çünki onlar yığılıblar ki, ona görə çağırırlar ki, paltar qəşəng otursun. Onlar üzə də baxmır. Bu dəqiqə paltarlar, hamı bu dəqiqə Bakı şəhərin %90% özünü yığdırıb da. Ona görə də şey də olmalıdır. Məsələn, mən üz üçün çox modelliyə gedirdim də. Yəni, məsəl üçün, Kapitan Beauty-dən getmişəm, çox salonlara getmişəm də. Mən bilsən ən çox niyə görə çağırdılar? Üzüm çox təbii idi ona görə. Yəni, mənim heç bir prosedur yoxdur. Sağ olun. Amma mən təbii deyiləm, uşaq. Mən yığılmayım, üzüm yığılıb. Arzum da saç reklam edirəm. Dodağımda da yoxdur. Allah haqqı, üzümdə bir dənə iynə deyilən bir şey yoxdur. Emin, sağ ol. Eləyəsən nə vaxtsa? Hə, eləməyəcəm demək deyil ki, eləyəcəm, hə. Mən ehtiyac var idi, mən əvvəl çox pis gündə olmuşam. Üç gündə olmamışsa, sən qəşəksən. Sən indi də qəşəksən, indi çox yığılma görsənmirsən ki. Hə, mən sifətimi... Bəs üzdür. Mən az gülürəm. Gülüşüm belə bahalıdır. Gülüşümü az göstərirəm. Daxil, ekran tıkı. Loli, nəm yediyə biz? Loliyə vermədim, məndən küsüb. Sevgilim Gülə sən... bilmirsən beləndə. Niyə? Qurudulmuş marojna istəyirəm, yeynərəm şey təxminə. Dadsız deyil o, dadsız da Allah haqqı. Da şey yemişəm, dadlıdır. Sən dadsız yemişsən, mən dadlısını yemişəm. Fəqirdir köpəyim olan yedi şeyləri. O baxır şeydir, hansı meyvədir. Dondurma almışam da mən də. Bildim də çeşidinə baxır da, sən hansı çeşidi almışsan, ona görə deyirəm. Ağı dadlıydı, ağını xoşum gəldi. Hə, plambir yemişsən. Hə, bir də kakaolu yemişəm. Sarısını bəyənmədim. Hə, mən onun moruqlusu çox dadlıdır, çiyərəhlisi çox dadlıdır. Hamısını yedim də çox qəşəng idi. Bax, bu çeşid qoyum. Mən almışdım gedib özüm. Gedib yenə istəyirəm alam. Yo, gülürəm. Ay, Emil, niyə gülmürəm, gülürəm. Bax. Gəldi ki bu, sən hansı yemişsən? Hə, yo, mən bunu almamışam. Ay, taç, mən qabda almışam. Orada mavi çox dadlıdır. Mavili şeyli var ya, rozvili. O çox dadlıdır. Yəni çox dadlıdır da baba, bu zat çox dadlıdır. Sən bunu harda almısan? Mən bunu aldım şeydən. Nədir oranın adı? Əhmədidən. Az, mən Xırdalandan almışam bunu. Balaca qabda, uzun qabda. Mən Əhmədidən getdim. Çox dadlıdır da uşaqlar, çox dadlıdır. 50 manatım olsaydı yenə yeyib alardım. Hə, 50 manat almışam. O qaba 50 manat vermişdim. Quru meyvələr sat. Ayda yenə istəyirəm. Atın 50 manat heç nə. Gedim tez gedim alım onu. Əhmədə gedirsən buradan ora. Hə, gedib alıb gələcəm. Biz tərəfdə yoxdur, salardım. Mən də yeyərdim. Çox dadlı da, çox. Ürəyim istədi yenə. Day.